Amerika Birleşmiş Ştatlarının prezidenti Donald Trump fəaliyyətə başladıktan dərhal sonra ətraf ölkələrə ərazi iddiaları irəli sürməyə başladı. Əvvəlcə Kanadanı Amerika Birleşmiş Ştatlarının ştat etmək planını ortaya qoydu. Sonradan digər ölkələrə qarşı müəyyən ərazi iddiaları səsləndirdi və növbəti qalmaqallı iddia Qrenlandiyaya qarşı oldu. Qrenlandiya Amerika Birleşmiş Ştatlarına satılmalıdır dedi. Çünki bu bizim üçün, bizim təhlükəsizliyimiz üçün vacibdir. Və bu da təbii ki, həm Danimarkada, həm də Qrenlandiyanın özündə çox ciddi narazılıq doğurdu. Baxmayaraq ki, Qrenlandiyanın özü də Danimarkadan kifayət qədər narazıdır. Ancaq Amerika Birləşmiş Ştatlarına birləşmək, hansısa formada satılmaq məsələsi Qrenlandiyalılar tərəfindən ciddi narazılıqla qarşılandı. Trump öz fikrindən daşınmaq istəmədi. Bu bizə lazımdır dedi və biz nəyin bahasına olursa olsun Qrenlandiyanı birləşdirəcəyik dedi. Müxtəlif ideyalar ortaya atıldı. Məlumdur ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar qurumdur. 2 milyon 100 min kvadrat kilometrdən artıq sahəsi var və çox böyük əraziyə malikdir. Ancaq istifadə olunan ərazi deyil bu ərazi. Buzlarla örtülmüş, baxmayaraq ki, faydalı qazıntılar da orada kifayət qədərdir. Ən əsası o Qrenlandiya tərəfindən çox mühüm dəniz yolları keçir. Və Arktikada mövqeyini möhkəmləndirmək istəyən Amerika Birləşmiş Ştatlarının Qrenlandiyaya ehtiyacı var. Çünki həm Çinin, həm də Rusiyanın orada təsirini azaltmaq istəyir. Uzun müzakirələrdən, uzun narazılıqlardan sonra NATO'nun baş katibi Prezident Trump'la görüşdü, müzakirələr apardılar və belə qərara alındı ki, Qrenlandiyanın zorakılıqla Amerika Birləşmiş Ştatlarına birləşdirilməsi ideyasından imtina olunsun. Nədə razılığa gəlindi? Hələ bu barədə heç bir məlumat yoxdur. Ancaq mətbuata sızan məlumatlardan belə nəticəyə gəlmək olar ki, Amerika Birləşmiş Ştatları orada müəyyən bir ərazini icarəyə götürmək istəyir və o ərazidə hərbi bazanı yerləşdirmək istəyir. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarının Qrenlandiyada bir hərbi hava qüvvələri bazası var. Və həmin ərazi Danimarka hökumətinə tabe olmamalıdır, eksterritorial olmalıdır deyirlər. Bu qəbul olunacaqmı? Hələ məlum deyil. Və planda Amerika Birləşmiş Ştatlarının əhalini satın almaq istəyi də var. Qrenlandiya böyük ərazisi var, ancaq orada cəmi 56 min insan yaşayır. Və Amerika Birləşmiş Ştatları müəyyən məbləğ verməklə onların rəğbətini qazanmaq və referendumda Amerika Birləşmiş Ştatlarına birləşməyə razı olduqları qərarını almaq istəyir. Belə iddia var ki, 56 min vətəndaşın hər birinə $1 milyon veriləcək və bu da Qrenlandiya əhalisinin Amerika Birləşmiş Ştatlarına münasibətini dəyişdirəcək. Referendumda Amerika Birləşmiş Ştatlarına birləşmək istəklərini ifadə edəcəklər. Ancaq bunun üçün də vaxta ehtiyac var. Düşüncələr, fikirlər tədricən dəyişə bilər və Amerika Birləşmiş Ştatları da, onun prezidenti də bu məsələdə əhalini tələsdirmək istəmir. Anlayır ki, bu
addımı mümkün qədər tez atmaq, tələsik atmaq əks nəticələrə gətirib çıxara bilər. Qrenlandiya sonda birləşəcəkmi Amerika Birləşmiş Ştatlarına? Yoxsa Amerika Birləşmiş Ştatları orada özünün hərbi bazasını böyütməklə kifayətlənəcəkmi? Bunu yaxın aylarda baş verəcək hadisələr göstərəcək. Ancaq bir şey aydındır ki, Qrenlandiya hadisələri hamıya bir daha sübut elədi ki, əbədi müttəfiq yoxdur və bugün sənin üçün ən yaxın olan müttəfiq sabah ən təhlükəli düşmənə çevrilə bilər.